səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın Səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın Səsi YouTube kanalında Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun. Xoş gördük hər birinizi yenidən Qarabağın Səsi verilişində. Bugün də bu həftədə hər zamanki kimi çox gözəl qonaqlar dəvət eləmişik. Biri-birindən gözəl səslərə malik olan müğənnilərimizlə, qonaqlarımızla qarşınıza gəlmişik. Bir daha axşamınız xeyir olsun əziz izləyicilərimiz. Hər həftənin birinci günü saatlar 22:00 olanda bizim verilişi səbirsizliklə gözləyən izləyicilərimiz. Ülviyə xanımın sözünə qüvvət, bəli, bir-birindən maraqlı, bir-birindən gözəl səsə malik olan müğənnilərlə, xanəndələrlə sizlərin görüşünüzə gəlmişik. İlk öncə qonağımızı təqdimat etməmişdən öncə baş sponsorumuz Altın Mol Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Hacı Faiq qardaşımız da Ağdam Ağcabədi yolunun üstündə, Şərəxanlı kənd ərazisində orta məktəblə üzbəüz gözəl bir məkanda yerləşən Altın Mol Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Və növbəti sponsorumuz Ağcabədi rayonunun Kərizli kənd ərazisində yerləşən gözəl məkan Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərinə dərin təşəkkürümüzü bildiririk. Bizim üçün belə bir gözəl çəkiliş üçün şərait yaradıbdır və Anar qardaşımız xüsusilə də təşəkkürümüzü bildiririk. Və əlbəttə ki, hər zaman öz peşəkar ifaları ilə sizləri sevindirən, gözəl musiqiləri ifa edən Xarı Bülbül ansamblının bədi rəhbəri Rüfət Bayramov başda olmaqla gözəl ansamblı da salamlayıram. Xarı Bülbül ansamblına eşq olsun deyirəm və verilişimizin ilk qonağını dəvət edirəm. Vokalçılar üzrə Respublika birincisi, müsabiqələr lauriantçısı Mirhəsən Ağcabədili dəvət edirik. Azərbaycanım, anam olma, vətənim sən
Azərbaycanım, anam doğma vətənimsən Azərbaycanım, yurdum yuvam məskənimsən Azərbaycanım, anam doğma vətənimsən Azərbaycanım, Mir Həsən müəllim, möhtəşəm bir ifadə edirəm. Çox sağ olun. Bir daha xoş gəlmisiniz. Buyurun, əyləşin. Xoş gördük. Mən də sizi təbrik edirəm İxtiyar müəllim. Yeni verilişinizin açılışı münasibəti ilə mən sizdə ilk qonağım, ilk dəfə gəlirəm və sizə uzun ömür, can sağlığı, sizə də həmçinin verilişinizin də axarlı olmağını arzulayıram. Təşəkkür edirik, çox sağ olun. Xoş gəlmisiniz Mir Həsən və növbəti qonağımızı dəvət etsin Ülviyə xanım. Növbəti qonağımız Səxavət Məmmədov davamçısı. Hər kəsin sevimlisi Hafiz Ağcabəddilini dəvət edirəm. Sağ olun İxtiyar müəllim. Mən də hər kəs salamlayıram. Minnətdaram dəvətinizə görə. Təşəkkür edirəm. Allah sizə var eləsin. Xoş gəlmisiniz Hafiz müəllim və tamaşaçıların istəyi ilə sizi dəvət etdim. Buyurun. Sevdim sen bana sevmeyi öğrettin. Sevdim sen bana sevmeyi öğrettin. Öğretebilirsen unutmak öğret. Ben sanını da bilmirəm axı. Ben sanını da bilmirəm axı. Ah sevdim, sen bana unutmaq öğret. Ne güzel gülürsen ay balam, gülmeyene bak. Ne güzel gülürsen gülmeyene bak. Bu derdin acı bilmeyene bak. Ay zalimin kızı ölme asandır, ölmeyene bak. Ölme asandır, ölmeyene bak. Sevdim sen beni, unutma dayanmana. Ay zalimin. Doğdu zərurətdən mütləq təsadüf. Sən çıxdın qarşıma, bilmədim kimsən.
Sevgini görəndən sonra anladım, sən mənim ən gözəl təsadüfümsən. Mən ki inanmırdım təsadüflərə. Səninlə dəyişdim bax birdən-birə. Götürüb qələmi yazdım hər yerə. Sən mənim ən gözəl təsadüfümsən. Bir ana balasın bəslədiyi tək, ömrü bitmiş, ömür dilədiyi tək, qaranquş baharı gözlədiyi tək, səni gözləyəcəyəm gələnə kimi, sən mənə sevirəm deyənə kimi. Göydə günəş sönsə, ay zülmət olsa, hamını yox edən fəlakət olsa, dünya sona yetsə, qiyamət olsa, səni gözləyəcəyəm gələnə kimi, sən mənə sevirəm deyənə kimi. Odlama qəlbimi, odlu baxışlar. Odlama qəlbimi, odlu baxışlar. Söndürə bilməzsən qarlayan yaşlar. Bağışla, gözəlim, məni bağışla. Bağışla, gözəlim, məni bağışla. Hər kəsin öz eşqi, öz qisməti var. Nə sən günahkarsan, nə mən günahkar. Sən səfər adamı, mən uzun yolam. Həsrəti bir çimdik, sevinci bolam. Ay Hafiz müəllim, əgər ki ayrılıb gedəsi olsam, çəkə biləssənmi qəmi kədəri? Get, get biraz darıxım səndən ötəri. Hala çox cavansan, hala yorlusan aman. Hala çox cavansan, hala yorlusan, baharlısan, quş qanadlısan. Mən yorğun piyada, sən saxlısan, eşqimi bir yerdə tarımı qarar. Nə sən günahkarsan, nə mən günahkar. Sevirsən, sevməni, səhtirsən, sevirsən, sevməni, səhtirsən, qoy dilə düşməsin məhəbbətimiz. Vaxtında vaxtında dünyaya gəlmişiz. Birimiz payızı, birimiz bahar. Nə sən günahkarsan, nə mən günahkar. Aman aman, aman aman, aman ayda.
Sevirəm təməndə gülü çiçəyi Gələndə ilk bahar xatırlamanı Sevirəm təməndə gülü çiçəyi Gələndə ilk bahar xatırlamanı Altı yanarından darlar küləyi Aman ayda Eşq olsun. Çox sağ olun. Hafız, təşəkkür edirik gözəl ifaya görə. Və növbəti qonağımızı Ülviyə xanım təqdimat etsin, buyursun. Növbəti qonağımız Abbas Muğam müsaqibəsinin Grand Prix mükafatçısı Ləman Məmmədovanı dəvət edirik. Coştu
sağ ol Ləman xanım. Təşəkkür edirik. Gözəl ifa. Sizin kimi gənclər həqiqətən də sözün əsl mənasında belə deyək də belə ifalar edəndə bizim də ürəyimiz açılır. Müğənni xanəndələr var ki, xanəndələr yox, müğənnilər var ki, bayağı mahnılarla belə deyək də artıq cəmaat diksinibdir o mahnılardan, o verilişlərə baxmaqdan, o toyxanalarda. Amma belə bir gözəl mahnılar, təsniflər ifa edəndə həqiqətən də bizim də ürəyimiz açılır. Bir daha xoş gəlmisiniz deyirik. Çox sağ olun, mən də sizi salamlayıram. Verilişiniz də xeyirli uğurlu olsun, inşallah daim olsun. Buradan Əhəd müəllimi də salamlayıram. Əziyyəti üstümüzdə çox olub, var olsun, minnətdaram. Sizin müəlliminiz Əhəd Təhməzov. Biz də salamlayırıq Əhəd müəllimi, gözəl tələbələri hər bir zaman respublikamızda müəyyən belə deyək də müsabiqələrdə bir çox müsabiqələrdə təmsil edibdir bizim Ağcabədimizi. Təşəkkürümüzü bildiririk və bir daha xoş gəlmisiniz deyirik. Mən də öncə qonaqlarımızı salamlayıram. Hafiz, xoş gördük sizi, Ləman, xoş gördük. İxtiyar müəllim, sizin sözünüzə qüvvət olsun. Bugünkü gündə bayağı mahnıları oxuyanlar çoxdur. Mən məsəl üçün, necə deyim də, elə çox toylara getmirəm. Müəyyən insanlar var ki, onların toylarına gedərəm, dəvət aldığım toylara gedirəm. Demirəm, toylara dəvət alıram, sadəcə özüm getmirəm. Çünki oxunan mahnılar bugünkü gündə qulağa xoş gəlmir. Mən şəxsən bir sənət adamı kimi sevmirəm, bəyənmirəm. Kimlərsə durur, üzr istəyirəm, efir mədəniyyəti olmayanlar, səhnə danışığı olmayanlar, davranışı olmayanlar danışırlar. Necə deyim, efirdə çıxırlar, belə elə şeylər eləyirlər, ancaq özlərini göstərirlər. Sənətdən xəbərləri yoxdur bu insanların. Vallah, Hafiz, düz deyirəm, vallah. Yəni, Hafizi mən uşaqlıqdan tanıyıram. Hafiz mənim üçün dəyərlidir, əzizdir. Artıq biz 10-15 ildir ki, biz bir yerdəyik. Nəcibə xanım da, Ləman xanımı da uşaqlıqdan tanıyıram. Mən ömrüm boyu, mən bayağı mahnı oxumamışım. Mən Mir Həsən bayağı mahnı oxumamışım. Bayağı mahnı oxumadığına görə sizi bura çağırmışıq. Təşəkkür edirəm, İxtiyar müəllim, var olasınız. Və sizin hansı məktəbi bitirmisiniz? O haqda da bir iki kəlmə deyəydiniz. Mən özüm birinci Məhbə müəllim Əliyeva, mənim Şuşalı qızı, Bəşər qızı. Mən onu birinci məni büxtələşdirən, məni necə deyim, üzə çıxardan Məhbə xanım Əliyev olmuşdu. Buradan Məhbə xanımı salamlayıram. Bilirsiniz, o gözəl müəllim, gözəl kamança müəlliməsidir. Həm də gözəl bəstəkardır. Sizin, bəli, dirijordur, xor dirijordur və xor əsərləri, sizin mahnınız var, sözləriniz var idi. Bəli, Xüsu Təyinatlar mahnısı. Ya bir də Xan kəndindən yazılan. Bəli, Xan kəndinə. O mahnını da mən sevirəm, xoşlayıram və bir mahnı var idi, sizin şeiriniz deyəsən, o da var idi. Ona bəstələnir hal-hazırda mahnı, mən onu ifa eləyəcəm deyəsən. Hə, sürpriz olsun da demə. Da dedim, qoy qalsın. Hə, demə. Mahnının adını deməyəcəm, amma bir mahnı gəlir, inşallah Allahın köməkliyi ilə. Hə, yəni mən ilk dəfə Əliyeva Məhbubə məni büxtələşdirib, səhnələrə çıxartdırıb və mən sonra Asiya Zeynallı Musiqi Kollecinə qəbul olmuşam. Mən özüm Respublika birincisi olmuşam, dəfələrlə 3 dəfə. Türkiyədə 15 ölkə arasında birincilik qazanmışam. Ay maşallah. Təşəkkür edirəm. Yəni necə deyim də, deyir o zərgədrin zərgər bilər. Bəli, uğurların bol olsun Həsən. Uğurların bol olsun və Həsən istəyirdik ki, elə bir gözəl bir mahnı sizdən eşidək. Mən də ifa eləyərəm, onda Rəşid Behbudovdan repertuarından Alagöz mahnısını ifa eləyərəm. Buyur. Təşəkkür edirəm. Qaşın kamandı, qaşın kamandı, kiprikler oldu. Qaşın kamandı, qaşın kamandı. Araya qız məndən üz döndər,
amanda. Güzel mən üz döndər amanda. Həsrətinə hər zaman, həsrətin hər zaman gözüm qaldı bu yollarda. Gözüm bu yollarda. Ana göz dediler, ehdini danayar o dildan. Dediler, ehdini danayar o dildan. Dedim ay hafız yalan olar, ben inanmadım, ben inanmadım. Dediler kış gelir, qayıt bu yoldan. Yağdı qar, ötdü yaz, ben inanmadım. O gündən qəlbimi təkli, o gündən qəlbimi təkli sıxsa da ya, özüge bir gözəli salmaram yada. Müqəssir sən oldun yarım dünyada. Sonralar eşqə sən mən inanmadım o can yara. Edadaya ay kız senin ne bedendi, ay kız senin ne bedendi. Kesilip yana teller, kelagaya elvan kıymaç, kelagaya elvan kıymaç. Gel buraya setenler, senin o kara telleri, senin o kara telleri. Ay kız teller, gel buraya setenler. Ay kız teller, gel buraya setenler. Ağbanalar var ucunda, ağlama heyvanlar ucunda. Ağbanalar var ucunda, ağlama heyvanlar ucunda. Eləskə tək yar ucunda, kəsilib yana tellər. Eləskə tək yar ucunda, düşübdür yana tellər. Sənin o qara telləri, sənin o qara telləri. Ay qız tellər, yel bura əsətellər. 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 Bravo. Teşekkür ederim, var olasınız. Möhtəşəm. Çok sağ olun, var olasınız. Səsinə qüvvət. Teşekkür ederim. Allah bu səsi qorusun mirəsən. Var olasınız, çox sağ olun əzizim. İxtiyar müəllim, muğam elədim. Mən əslində vokal ifaçısıyam, bilirsiniz. Mən vokalistəm, mən muğam oxuyan deyiləm, xanəndə deyiləm, xanəndələr. Allah canlarına dəyməsin. Mən sadəcə olaraq mən bu muğamı Hafiz ona görə oxudum, özüm bilirsən də. Çox adam deyir ki, Mir Həsən muğam oxuya bilmir. Yox, mən muğam oxuya bilirəm. Rəşid Behbudova belə bir söz deyilmişlər ki, Rəşid Behbudov oxuyan deyil, o muğam o eləyə bilmir. Rəşid Behbudov bir Bayatı Şiraz oxuyur ki, muğam oxuyanlar deyir ki, sağ qurban olum sən oxuma. Bizim sənətimiz ölər. İndi vokal ifaçısı hər şey oxuya bilər. Ancaq
Mən özüm oxumuram. Mən estrada, vokal, klassik ifalar, romanslar, ariyalar oxuyuram. Və buradan da hər birinizə dərin minnətdarlığımızı əziz ansambl var olasınız. Təşəkkür edirəm deyirəm. Çox sağ ol Həsən. Gözəl ifa. Sizin mən ifalarınızı tədbirlərdə görmüşdüm, rayonumuzda keçirilən tədbirlərdə və Məhbub müəllimə sizin haqqınızda geniş danışıbdı. Hətta ansambl Xara Bülbül, Rüfət müəllim, Xaləddin müəllim sizin haqqında o qədər danışıblar ki, belə deyək də o dil ağza sığmır. İxtiyar müəllim, Mirhəsənin çoxlu kütləsi var. Mirhəsəni sevən o qədər insanlar var ki, maşallah olsun, nəinki rayonumuzda, elə bütün rayonlarda Mirhəsəni sevib izləyirlər. Çox sağ olun, təşəkkür edirəm. Bəli, qeyd elədiniz Rüfət müəllim, Xaləddin müəllim. Mən tadım balacalığımdan Rüfət müəllimin, Xaləddin müəllimin, Valih müəllimin yanında olmuşam. Onların yanında, onlardan bəhrələnmişəm. Həqiqətən, onlar bir mənalı olaraq həqiqətən sözün əsl mənasında Rüfət müəllim, Xaləddin müəllim sənətkarsız. Digər ansamblın üzvləri, sizləri də salamlayıram, var olasınız. Sizin də qeyd elədiyiniz kimi, bəli, Ağdamda bilirsiniz, mən çox tədbirlərdə oluram. Sizlə də birlikdə tədbirdə olmuşduq, Şükür müəllimin tədbirində. Buradan Şükür müəllimi də salamlayıram, gözəl rəqs müəllimi. Hər birinizə dərin minnətdarlığımı bildirirəm, var olasınız. Həsən, Valih müəllimin adını çəkdiniz. Siz nə bildiniz ki, gələn verilişimizin qonağı Valih müəllimdir? Belə bir söz deyim də, İxtiyar müəllim, yox, qoy belə bir söz deyim. Valih müəllim elə bir sənətkardır, elə bir sənətçidir, elə bir gözəl pedaqoq, elə bir gözəl müəllimdir ki, Valih müəllimin, nətər deyim, özü olmadığı yerdə onun sözü hər zaman, sözün əsl mənasında, yaxşı mənasında dillərdə gəzir. Yəni ki, zəhlər gəlir, mən onu sizə dedim, bizim verilişdə iştirak etmək üçün bizim dəyərli sənətçi dostlarımız zəhlər edirlər Ülviyə xanıma, mənə, Xara Bülbül ansamblının üzvlərinə ki, bu veriliş çıxmağa, amma biz deyirik, elə bilirlər, bəs indi ola bilər ki, doğru olmadı, amma həqiqətən elədir ki, biz deyirik ki, vallahi hələ 2-3 verilişimizin qonaqları var, artıq yazılıbdır, amma qeydiyyata alırıq, növbəti verilişlərdə çəkməyəcək, amma Valih müəllim, belə deyək də, açılışda zəng etdi ki, açılışda Məhbub müəllimə, onda bizim qonağımız idi, açılışda zəng etdi, telefon vasitəsilə xeyir-dua verdi və dedi ki, şair, inşallah növbəti verilişlərdə gəlib sizin qonağınız olacam. Və elə o deyəndə artıq yazdım, o gəldi, düşdü açılışdan qabaq, çünki bizim verilişimizin artıq anonsları gedirdi. Valih müəllim onda qeydiyyata almışıq, gələn həftə onun növbəsidir. Ülviyə xanım, ansambla bəlkə bir... Bəli, istəyirəm ki, ansamblımıza söz verək. Ansamblımızdan hər zamanki kimi möhtəşəm bir ifa eşidəcəyik. Rüfət müəllim, buyurun.
başda olmaqla bütün Xarı Bülbül ansamblının hər birinə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik. Əlbəttə ki, mən bir daha gələn qonaqlarımıza Çox sağ olun Ülviyə xanım. Mən də sizin sözünüzə qüvvət, Xarı Bülbül ansamblına dərin təşəkkürümüzü bildiririk. Gözəl, möhtəşəm, peşəkar ifaya görə və bu günləri bizim dəvətimizi qəbul edib verilişimizdə gələn qonaqların hər birinə ayrı-ayrılıqda çox sağ olun, var olun. Həmişə belə verilişlərdə elə iştirak edəsiniz deyirik. Və yekunda bizim verilişin sponsorları haqqında da qısa bir məlumat verim. Ondan sonra ansamblın bir gözəl bir musiqisi ilə verilişimizə yekun vuraq. Mən fürsətdən istifadə edib Hüseyin Studiyasının da bütün kollektivinə dərin təşəkkürümü bildirirəm və baş sponsor Alsı Mol Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkür edirik. Hacı Faiq qardaşımız çox sağ ol, var ol deyirik. Əlbəttə ki, bilənlər bilir, bilməyənlər də bilsin deyirik. Ağdam, Ağcabədi yolunun üstündə, Şərəfxanlı kənd ərazisində orta məktəblə üzbə-üz gözəl bir məkanda yerləşən 3 mərtəbəli ticarət mərkəzinin rəhbərliyi, Alsı Mol Ticarət Mərkəzinin rəhbərliyi Hacı Faiq qardaşımız da çox sağ ol, var ol deyirik. Və növbəti sponsorumuz haqqında deyim, bizim verilişdə belə bir çəkiliş üçün, şərait yaratdığı üçün Ağcabədi rayon Kəhrəzli kənd ərazisində yerləşən Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə dərin təşəkkür edirik. Anar qardaşımız xüsusilə çox sağ ol, var ol deyirik. Dəyərli qardaşımız, çox sağ olun, var olun deyirik. Və biz sizdən sağollaşırıq. Ansambldan gözəl bir ifa gəlsin. Ansamblın gözəl ifası sədası altında biz Gələn görüşlərə dək deyirik izləyicilərimizə. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın.